Wolfram tətbiqindən istifadə edə bilmək üçün ilk öncə istənilən axtarış brauzerində Wolfram sözünü yazaraq axtarışa veririk. Bundan sonra biz Wolfram səhifəsinə keçid edirik. Biz birinci Wolfram playerini kompüterə yükləməliyik ki, cihazımıza yüklədiyimiz dərs mövzularını həmin player vasitəsilə aça bilək. Bunun üçün biz səhifəmizin aşağı hissəsində Wolfram Player sözünün üzərinə toxunmaqla və ya səhifənin yuxarı hissəsində Produkt sözünün üzərinə toxunmaqla Wolfram Player sözünü seçə bilərik. Burada biz Azərbaycan dilinə səhifəni tərcümə etdikdən sonra yükləməyə başla sözünü görürük. Onu da qeyd etmək istəyirəm ki, bu player Windows 10'lar üçün nəzərdə tutulub. Windows 10 və ondan daha yuxarı versiyalar üçün nəzərdə tutulub. Yükləməyə başla sözünü vurduqdan sonra həmin player bizim kompüterimizə yüklənir. Biz bu keçidə toxunmaqla həmin playeri kompüterimizdə aktivləşdirə bilərik. Bəs bu player vasitəsilə işə salacağımız və yaxud oynadacağımız dərsləri necə yükləməliyik? Bunun üçün yenə də məhsullar bölməsində Wolfram Demonstration sözünün üzərinə toxunuruq və səhifəni yenə də Azərbaycan dilinə tərcümə edirik. Buradan bizə lazım olan coğrafiya bölməsindən dünyamız, başqa fənn müəllimləri isə istədikləri bölmədən, yəni onlara aid olan bölməyə toxuna bilərlər. Dünyamız bölməsinə keçid etdikdən sonra biz burada coğrafiya bölməsini seçirik və artıq coğrafiya ilə bağlı mövzular bizim qarşımızda açılır. Biz istədiyimiz mövzunu, yəni bizə lazım olan mövzuya toxunmaqla həmin mövzuya keçid edə bilərik. Gəlin mövzulardan birinə dünya xəritəsi. Bu mövzuya keçid edək. Bunu kompüterimizə yükləmək üçün biz mənbə kodu sözünün üzərinə toxunmalıyıq. Buradan həmin bu, belə deyək də, bu qeyd dəftərçəsini öz kompüterimizə yükləməliyik. Artıq gördüyünüz kimi, həm də bu səhifəyə toxunduqda sizə yenə də Wolfram Player'i yükləmək təklif olunur. Çünki bu, deyək ki, yüklədiyiniz dərs nümunəsi həmin player vasitəsilə açılır. Və yuxarıda gördüyünüz kimi yükləmələr bölməsində həmin yüklədiyimiz dərsin mövzusunu görürük.